Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəli, bugün İmam Sadiq əleyhissalamın şəhadət günüdür. Şəhadət məclisinə yığışmışıq. Belə bir gündə imamımızın, Əhl-i Beyt əleyhissalamın müsibətli günündə bizlərə əcr və savab inayət eləsin inşallah. İnsanların əqidəsinin zəifliyi digər bir məsələdir ki, baxırsan, görürsən ki, bunlar həmən o batil əqidələri qəbul edirlər. Düzgün təfəkkür formalaşdırmaq lazımdır. İmam bu işlə məşğul idi. Düzgün düşüncə tərzi formalaşdırmaq lazımdır ki, cəmiyyətdə hər görən bir əqidəni, bir məzhəbi, hansısa bir yolu özünə seçməyi vəzifə bilməsin. İmamın vəzifəsi həm də təbii ki, din düşmənləri ilə mübarizə aparmaqdır. Dövrün düşmənləri var idi, din düşmənləri var idi. Əməvi xilafəti dövründə yaşayıb İmam Sadiq əleyhissalam və digər bir ömrünün digər bir hissəsi Abbasi xilafətinin dövrünə düşüb. Amma ilk öncə cəmiyyətdə düzgün bir təfəkkür, əqidə formalaşdırmaq lazımdır. Əgər düşmənlə mübarizə aparmaq istəyirsənsə, tək aparmayacaqsın ki. Cəmiyyət də sənin bu yolunu qəbul etməlidir. Allah Quran-ı Kərimdə bu məsələyə toxunanda bir neçə ayədə Allah Teala qeyd edir, buyurur ki, Ələm tərə keyfə zaraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibə. Allah Teala Quran-ı Kərimdə buyurur ki, ya Peyğəmbər, görmürsənmi möhkəm əqidə, yəni bir insanın əgər möhkəm əqidəsi varsa, bu kökü möhkəm olan bir ağaca bənzəyir. Kökü möhkəm olan ağac, dərində olan ağac, heç bir güclü küləklər, fırtınalar o ağacı yerindən çıxara bilməyəcək, oynada bilməyəcək. Allah Quran-ı Kərimdə həmən o kökü möhkəm olan ağacı misal çəkir, deyir, insanın əqidəsi əgər bu cürlə möhkəm olsa, cəmiyyətdə çoxlu fitnə fəsad küləkləri əsir, çoxlu batil əqidələr gəlir keçir, möhkəm əqidəli insana təsir qoymaz. Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibəh əsluha sabitun. Onun kökü nədir? Sabitdir, möhkəmdir. Güclü küləklər onu yerindən oynada bilməz. Görürsünüz, Allah Teala birinci nəyə toxunur? Birinci buna toxunur ki, insanlar öz əqidələrini möhkəmləndirsinlər. Ondan sonra çox batil əqidələr, söz-söhbətlər olacaq, təsir qoymayacaq. Necə ki, o ağacı kökündən çıxara bilmir. Sonraki ayədə Allah Teala başqa bir, bunun əksi olan bir misal çəkir. Buyurur ki, وَمَثَلُ كَلِمَةٍ خَبِيسَةٍ. Zəif əqidə, batil əqidə, avam insanlar, bunlar necə olarlar? Deyir ki, kəşəcərətin xəbisətin, o ağaca bənzəyir ki, onun kökü yoxdur. Zəifdir kökü. İctussat min fawqil arz. Üzdədir onun kökü, yerin üzündədir. Malaha min qərar. Allah deyir ki, onun üçün qərar yoxdur, yəni onun üçün sabitlik yoxdur. Biraz külək əsən kimi yıxılacaq, gələcək. Zəif əqidəli insanı, zəif təfəkkürlü insanı, avam insanı Allah Teala buna bənzədir ki, biraz batil əqidələr gələn kimi, batil təfəkkürlər gələn kimi nə edəcək? Bunu dəyişəcək. Hər gələn bir söz deyəcək, ona inanacaq. Hər gələn bir əqidə özündən çıxaracaq, bir məzhəb özündən çıxaracaq, ona inanacaq. Niyə? Çünki əqidəsi zəifdir. Hər bir batil fikir onu yıxacaq. Cəmiyyətin hər bir fitnə fəsadı nə edəcək? Onu yerindən oynadacaq. Sonra Allah Teala 3-cü ayədir ki, Yuthabbitullahu-llezine amanu bil-qavlis sabit. Allah birinci növbədə nə edir? İnsanlara düzgün əqidəni öyrədir. Ki, əqidələri möhkəm olsun, düşüncələri, təfəkkürləri möhkəm olsun. Sonra deyir ki, وَيُضِلُّ اللّٰهُ الظَّالِمِينَ. Ondan sonra bəli, zalimları Allah Teala məhv edir, zillətə salır.
Görürsünüz, birinci Allah Taala nəyə toxunur? Birinci Allah Taala möhkəm əqidəyə toxunur. İnsanların möhkəm əqidəsi olsa, heç bir təsir onların əqidəsini dəyişə bilməz. Cəmiyyət fərdlərdən ibarətdir. İnsanları öz düşüncəsinə inanmaqdan çıxarmaq lazımdır. Hərə öz düşüncəsinə inanmamalıdır. Bəli, sən düşünməlisən, təfəkkür etməlisən, ağlını işlətməlisən, amma düşüncəvə gələn, ağlıva gələn hər bir fikri haqla uyğunlaşdırmalısan. Haqqa uyğun gəlirsə, onda düzdür. Yox, sənin düşüncən əgər batildirsə, haqqa uyğun gəlmirsə, yəni haqq insan üçün ölçü olmalıdır. Haqq insan üçün meyar olmalıdır. Bəzi insanlar bu cür nə deyir ki? Hər nə ağıllarına gəlirsə deyir, bu düzdür. İmam Sadiq əleyhissalam elə şəhadətini qeyd elədiyimiz İmam Sadiq əleyhissalamdan bir hədis oxuyacağam sizin üçün, diqqətlə baxın, qulaq asın. İmam Sadiq əleyhissalam buyurur ki, 3 qrup insan var ki, bu 3 qrup insanın hamısı deyir ki, mən haqqam, mən düzəm. Hərə deyir, mən düzəm. Birinci qrup deyir, hər hansı bir dini qəbul edirsə, deyir, mənim qəbul elədiyim din düzdür. Məsələn, Yahudilik ola bilər, məsələn, Məsihilik ola bilər və yaxud məzhəblər içində biri gedir Vəhabi olur, deyir ki, bu düzdür. Biri gedir Əhl-i Sünnəni qəbul edir, bu düzdür. Hətta Şiənin özü də deyir, bu düzdür. Bəli, bir düz əqidə var, amma bu düz əqidəni sən özün ondasan, deyə düz bilirsən, yoxsa həqiqətən bu əqidə düzdür, araşdırmısan. İnsan gərək öz düşüncəsinə inanan olmasın. Hər kəs hər dini qəbul edirsə, hansı dində olursa, məsələn, bəzi insanlar var, görürsən ki, vaxtı ilə Şiə olub, keçir olur digər bir məzhəbdə, deyir, hə, indi bu düzdür. Əvvəl deyirdi, o düzdür, indi deyir, bu düzdür. Və yaxud əksinə olaraq. Və yaxud din, Yahudilik və yaxud Məsihilik və yaxud müsəlmanlıq. İnsan özünü ölçü bilməməlidir, haqqı ölçü bilməlidir. Allahın kitabını ölçü bilməlidir, Allahın sözünü ölçü bilməlidir. Bu birinci məsələ, birinci qrup insanlardır. Hər nə əqidə qəbul edərlərsə deyərlər ki, nədir? Mən olduğum əqidə düzdür. Bu bir. İkinci, İmam Sadiq əleyhissalam buyurur ki, digər bir qrup insanlar öz qurduğu proqramı düz bilərlər. İş prinsipini. Müxtəlif sahələrdə ola bilər. Məsələn, biri hökumət başına gəlir, deyir, bundan sonra mən dediyim düz olmalıdır. Birinə vəzifə verirlər, görsən dərhal proqramı dəyişir. Deyir, yox, bundan sonra bu cürlə işləmək lazım. Çünki mən düzəm. Digər biri görsən ki, cəmiyyətdə hər hansısa bir iş görür, deyir ki, bax, mənim gördüyüm iş düzdür. Və yaxud hətta məclis təşkil eləyir. Təşkil elədiyi məclisi deyir ki, baba, bu cür nə olmalıdır, bu düzdür. Bəli, bir düz var, yenə deyirəm, hansısa bir düz proqram var, amma mən edirəm deyə düzdür, bu səhvdir. Gərək o ümumi qəbul olunan bir haqq, bir proqram var, əgər onunla düz gəlirsə, bəli, o düzdür. Bu, insanın öz düşüncəsinə inanmaq deməkdir. Hər kəs öz düşüncəsinə inanmamalıdır. Hər kəs düz nədirsə, haqq nədirsə, Allah nə deyirsə, Peyğəmbər nə deyirsə, imam nə deyirsə, ona inanmalıdır. Və təbii ki, düz odur ki, insanlara fayda verən bir şey olsun, bir proqram olsun. İnsanlar bir şey əldə eləsinlər. Üçüncü qrup insanlar, imam buyurur ki, istək və həvəslər. Hər kəs öz istək və həvəslərini yaxşı bilir. Biri, məsələn, imam buyurur ki, məsələn, hər kəs öz istək və həvəslərini yaxşı bilir. Bunun üçün misal budur. Baxın, biri deyir ki, mən tez evlənəcəm. Tez evlənən deyir ki, bəli, tez evlənmək lazımdır, bu düzdür. Gec evlənən deyir ki, yox, gec evlənmək lazımdır, bu düzdür. Biri piyada gəzir, deyir ki, piyada gəzmək daha yaxşıdır. Biri maşınla gəzir, deyir ki, maşınla gəzmək daha düzdür. Bütün bunların yəni misaldır. Misalı nədir? Misal ona görədir ki, insan başa düşsün ki, hər nə düşündünsə o düz deyil. Sən öz düşüncəni, öz təfəkkürünü, ağlıva gələn bir fikri nə etməlisən?
haqla ölçməlisən, baxmalısan, görməlisən ki, əgər haqla uyğun gəlirsə düzdür. İmam Sadiq əleyhissalamın özü hədislərin birində buyurur ki, deyir, bizim kəlamlarımızı, yəni ola bilsin, biri gəlsin sənə bir hədis ki, İmam Sadiq əleyhissalam buyurur. Çoxdur belə imama nisbət verilib və batil hədislər çoxdur. Və yaxud Peyğəmbərə nisbət verilib ki, Peyğəmbər deyir və yaxud imam deyir, amma görürsən ki, əslində imam belə bir söz demir. İmamın özü deyir ki, hər kəs gəlib sizə bizdən bir hədis deyər, dərhal qəbul eləməyin. Görün, Allahın kitabı ilə uyğun gəlir, yoxsa yox. Hələ bu imamdır ya. İmam özü deyir ki, bizim barəmizdə eşitdiyinizi Quranla uyğunlaşdırın, Allahın kitabı ilə uyğunlaşdırın. Amma görərsən bir insan gəlir, sadə bir söz deyirdir ki, bu düzdür. Qardaş, Quranla uyğun gəlir, bilmirəm. İmam deyib, bilmirəm. Peyğəmbər buyurub, bilmirəm. Bəs yaxşı, necə düz ola bilər? Bunun düzlüyünü biz hardan təsdiqləyək? Məsələ budur. Digər bir xəstəlik cəmiyyətdə, yəni bunları niyə deyirəm? İmam Sadiq əleyhissalamın dövründə bunlar var idi deyə İmam Sadiq əleyhissalam bunları düzəltməklə məşğul idi. Bəziləri deyir, filan imam niyə məsələn durub filan kəslə dava eləmədi, mübarizə aparmadı, qiyam eləmədi, əlinə qılınc almadı. Əgər əqidələr, insanların təfəkkürləri xarabdırsa, imam kimlə mübarizə aparsın, müharibə eləsin? Ki, Quran ayəsində də qeyd elədiyimiz kimi, birinci gərək insanları düzəldəsən, ətrafında bir 5 dənə möhkəm əqidəli olsun. Ondan sonra durasan nəsə bir iş görəsən. İmam Sadiq əleyhissalamın işi bu idi. Bunlarla mübarizə aparırdı. Çalışırdı ki, insanlar öz düşüncələrinə inanmasınlar. Allahın kitabı ilə bərabərləşdirsinlər. Digər bir xəstəlik bu idi. Bax, bugün də bu var. Sadəcə İmam Sadiq əleyhissalamın dövründən biz danışırıq. Deyir, hər kəs nə edirsə düz eləyir. Bu dövrümüzdə də var. Buna liberalizm deyirlər. Yəni dünyəvilik. Dünyəvilik budur ki, biri Məsihidir, o düzdür. Biri Yəhudidir, o da düzdür. Biri müsəlmandır, o da düzdür. Biri ateistdir, özü bilər. Qoy olsun ateist, o da düzdür. Çox misallar çəkmək olar. Yəni cəmiyyətdə hər kəs nə işlə məşğuldursa, o düz edir. Özü onu qəbul edib, sənin ondan işin olmasın. Biri namaz qılır, düz edir, namaz qılmaq da lazım. Namazı tərk edir, o da onun əqidəsidir, neyniyəsin? Biri gedir, haram işlə məşğul olur, deyir, o da elədir, yaşamaq istəyir də. Onun da ruzisi oradan çıxır. Buna deyirlər dünyəvilik. Bugün, yəni o dövrdən ta bugünə qədər düşmənin çalışdığı nədir? Düşmənin çalışdığı budur ki, heç kimdən işi olmasın. Hərə öz işi ilə məşğul, hərə nə edirsə o düz edir, onunla işiniz olmasın. Günah eləyir, deyir, günah eləyir də, nə olsun ki? Günah etmir, deyir, bəli, günah etməmək lazımdır. Fəsadı belə yayırlar cəmiyyətdə. Fitnə fəsadı, günahı bu cürünə yayırlar cəmiyyətdə. Yaxşı, bir zəmanə imamının vəzifəsi nədir belə bir vəziyyətdə? Bir zəmanə imamının vəzifəsi budur ki, bunları müalicə eləsin, hələ bunlar bir düzəlsin, bunlar bir əmələ gəlsin, öz əqidələrini düzəltsinlər, möhkəmləndirsinlər ondan sonra. İmam bu sahədə iş görürdü ki, insanların fitnə fəsada meyli azalsın. Çox fitnə fəsada meyl eləməsinlər, günaha meyl eləməsinlər. Özünün təfəkkürünə, düşüncəsinə inanmağa meyl eləməsinlər. Bugün bir dindar İmam Sadiq əleyhissalamın tərəfdarı ki, mən imam tərəfdarıyam deyən, bugün də onun vəzifəsi budur. Əqidəmizə düzgün əməl etsək, cəmiyyətdə fəsad azalar. Cəmiyyət kimlərdən ibarətdir ki, mənəm, sən, filan kəsdir. İnsanlardan ibarətdir. Cəmiyyət fərdlərdən ibarətdir. Və cəmiyyətin əksəriyyəti də deyir ki, mən müsəlmanam, möminəm, namaz qılır və imamları qəbul edir. Yaxşı, belə bir vəziyyətdə niyə cəmiyyət fəsada sürükləməlidir? Çünki bir insan özünə müsəlman deyir, amma əməldə heç bir şey yoxdur. İnsan əqidəsinə düzgün əməl etsə, cəmiyyətdə fəsad azalar.